Yox, hələ ki iş üzərində başa salın. Burada başla. Hə. Baxın, giriş və qeydiyyat səhifəsi. Bu arada bir şey deyim, bunu da yadınızda saxlayın ki, bank tətbiqi mütləq şəkildə qarşı tərəfə güvən aşılamalı olmalıdır və buna məcburdur. Və siz giriş hissəsində, tətbiqə girişdə mütləq şəkildə təbii ki, telefonda dəstəkləməlidir. Ya Face ID funksiyası qoymalısınız, ya da ki, fingerprint parmaq izi qoymalısınız ki, istifadəyə parol falan bunlar güvən vermir. Kimsə sən parolu görüb, telefonu götürüb tətbiqə girə bilər. İki faktorlu doğrulama ola bilər, amma Face ID ilə parmaq izi mütləq girişdə tələb eləməlidir. Yəni Face ID daha rahat. Mən Face ID həm sürətlidir, həm də mənə daha güvən verir. İndi ora gəlirəm. Yox, bu sign-in-dən sonra tətbiqə girirsən, hər şey profilimə çıxıb tətbiqə girəndə. Siz deyəsən Face ID daha güvənlidir. İndi makyaj deyə bir şey var. Onlar şeydirlər də, force major hallardır da. Yalnızca kimsə olanda götürmür. Hayqı, onu görməmişəm. Görürsən, Face ID-in güvəninə bax. Yanımda kimsə olanda Face ID qəbul eləmir, tanımır. 2 nəfər boylananda telefon. Qəşəngdir ha. Bəlkə biri böyür, Qəşəngdir. Gizlənir arxanda açılır. Ha, indi bunlar hamısı rekorda düşür deyəm. Bank tətbiqində kart almaq üçün 2 variant var. Birinci qarşılayan bizi screen. Biri var ki, kart olmadan davam edirsən. Biri də var ki, kartın var, kartı daxil edirsən, o tip giriş edirsən. Kartı daxil elədiyin variantda nə edirsən? Kartın, nə bilim, 16 rəqəmlidir də, 16 rəqəmli şifrəsini yazırsan, o qeydiyyat yox. Giriş etmək istəsən, ikisindən də edirəm. Hə, yox, mən onu demirəm. 2 variant var. Biri var, kartsız giriş edirsən, sadəcə tətbiqə baxırsan, boş tətbiqə. İkincisi, kartın var, sən artıq müştərisən. Və orada kartın 16 rəqəmli kodunu yazırsan, nə bilim, CVV-sini falan yazırsan, məlumatlarını daxil edirsən və həqiqətən bu kart sən olduğunu təsdiqlənəndən sonra girirsən, application istifadə edirsən. Siz ABB-ni deyirsiniz. Fərqi yoxdur. Yox, onu demirəm. Ona uyğun deyirəm ki, giriş hissəsində sən müştərisənsə, ya PIN kodla, ya kartla girə bilərsən. Mən kart uzun olduğu üçün həmişə PIN kodu əzbərimdə deyil, onunla girirəm. Qeydiyyatı da el eləyirsən, ya mobil nömrə ilə, ya da ki, PIN kodla eləyirsən qeydiyyatı. PIN kodla eləmək daha yaxşıdır, çünki artıq sən bütün məlumatların o PIN kodun daxilindədir. PIN kodla qeydiyyatdan keçsən və sən orada kart sifariş verməlisən. Və kart sifariş verəndə avtomatik orada debitdir, kredit həmin dəqiqə vermirlər. Debit kartını sifariş verirsən, sənin üçün orada bir kilitli bir kart olur, sifariş verilən bir kart. O aktiv olanda artıq istifadəçi kimi davam edirsən. Siz indi 2 dənə UI hazırlamalısınız. İndi sizi qruplara böləcəm. Biri, istifadəçinin heç bir kartı yoxdur və bu adam girib kart sifariş verməlidir. O skrini hazırlayacaqsınız. Onun üçün ən sadə bir şeydir. Girirsən, məsələn, boş ekrandır, bir dənə plus işarəsi olur, ya da buton olur ki, kart sifariş ver. Və orada kartın növünü seçirsən. Məsələn, olur ya, tam kart, tam gənc kart, tam dici kart, bu tipdə. Onlardan birini seçirsən və sifariş verirsən. Və kart yüklənən, kart aktiv olandan sonraki UI-yi yığacaqsınız. 2 variant var. Amma kartın olmadan tətbiqə daxil olduğun UI daha vacibdir. Çünki istifadəçi heç bir şey yoxdur və sənə müştəri olmağa çalışır. Və ona tam aydın şəkildə başa salmalısan ki, bu qədər, buradan klikləyirsən, kart sifariş verirsən, bunu necə göstərəcəksiniz? Onu görmək istəyirəm. Məsələn, overlay guide ilə eləyə bilərsiniz ki, olur oyunlarda blurlanır və ya qaralır. Burada butonu biraz aydın göstərirsən ki, buradan kart sifariş verə bilərsən falan, bu tipdə application başa sala bilərsən. Ya da ki, onboardinglə girişdə tam başa sala bilərsən ki, necə istifadə eləməlisən, haradan kart sifariş verməlisən. Aha, bu sizin home-vuz 2 variant olacaq. Bir kart olacaq, bir də kart olmadan. Kart olanda da siz orada şablon əlavə eləmək üçün yeri qoymalısınız. Cashback ədəbini görmək istəyir, istifadəçi balansı görmək istəyir, tarixçəni görmək istəyir və bankın maraqları var. Onları da istifadəçiyə çox da bezdirmədən göz qabağına gətirməlisiniz. İndi qeydiyyata keçirik. Qeydiyyat da ya PIN kodla və ya nömrə ilə, PIN kodla daha yaxşıdır.
ki bütün məlumatların oradadır. Və bu tip necə? Hə, Sima ilə də eləmək olur. Sima ilə gərək deyib Sima ilə razılaşasan, onlardan okey alasan falan. Özümüzdən eləyə də tək fin kodla. Bu tip olmur. Mail, parol olmur. Yəni bir dəfə təyin elədiyin parol, application parol təyin edirsən. Qeydiyyatdan keçdin. Qeydiyyatdan keçəndən sonra səndən tələb elədiyi parol application paroldur. Yəni bu tip giriş qeydiyyat olmayacaq bizdə, yaxşı? Əla. Mən bizim bankların yəni nümunələrinə baxmadım, sadəcə xaricilərə. Yox, bildim. Yəni bu tip qeydiyyatda necə olacaq? Bura fin kod olacaq və yaxud burada nömrə olacaq. Fin kod olmağı daha yaxşıdır. Və burada qeydiyyatdan keç. Qeydiyyatdan keçəndə də 2 dənə şərt qoyacaqsan. Kart sifariş ver, qonaq kimi davam et. Kart sifariş Sign in olacaq onda. Sadəcə app olmayacaq. Appdan danışırıq da. Bax qeydiyyatdan keçirəm. Kartın yoxdur mu? Kartın yoxsa qonaq kimi. Qonaq kimi də, yəni. O gələnə qədər sən qonaqsan. Yəni heç bir xüsusiyyət yerinə yetirə, heç bir əməliyyat yerinə yetirə bilmirsən. Yuxarıda fin kod, aşağıda nömrə. Nömrə olmaya da bilər. Kartı sifariş yəni düşürə application. 2 variant verirsən də. Deyirsən ki, ya kart sifariş ver, qeydiyyatdan keçsən sıfırdan. Hələ ki application indi yükləmsən, qeydiyyatdan keçsən. Fin kodu yazdın və orada 2 variant verirsən ki, kart sifariş ver və ya qonaq kimi davam elə. Kart sifariş verəndə kartı seçirsən, sifariş verirsən. Girəndə orada bir kilitli bir kart düşür. Hələ heç bir məlumat yoxdur kartın. Sadəcə bir kart işarəsi var. Üstündə bir kilitli, bulurlu, sönük və deaktiv rəngdə bir kart olur. Və o kart aktivləşəndə avtomatik olaraq kartda da, tətbiqdə də aktivləşir. Qonaq kimi... Nə? Leo kimi pis bank yoxdur. Ən sadə variantda dedim pis bank. Kapitalı yaxşı istifadə eləyin. ABB-ni istifadə edin. Leo bir neçə dənə ölkədə var. Birəbir kopyalamaq. Eynisidir. Kopyasıdır. Şirinə kimi. ABB-ni olmayan var. Burada ABB olmayan. Məsələn, İlham xanımda yoxdur. Sonra kapital olmayan var. Kapital da maşallah hamıda var. Bu kapital banka atmalıyam bu qeydi. Kapital olmayan yoxdur. Olar. Yəni sizi qruplara böləndə 3-3-ə böləcəm, yox 4-3-ə böləcəm hətta. Ya da ki 2-2-3-ə böləcəm. 2-2-3, 3 qrup olsun. 3-3 bölüm yoxsa 2-2 bölüm. Necə istəyirsiniz? Ağır olacaq ha. Ədalətli olsun. Yaxşı, ədalətli olsun. 3 3 qrup eləyək, 2 qrup eləyək. Çünki Günay xanım var, siz varsınız. Cəmi 7 nəfərik. 2 qrup. Tamam. Amma 2 qrup olanda full hər şeyi, prototiplər falan çox qəşəng işləməlisiniz, deyin bilərsiniz. Çünki biz onu verəcəyik, gedir testingə dostlar. Yox da, bir real mühitə hazırlayıram da sizi. Özünüz orada komanda şəklində böləcəksiniz ki, mən hamınız araşdırma eləməlisiniz o öz yerində. Hamınız tətbiq istifadə eləməlisiniz o öz yerində. Amma skrinləri böləcəksiniz ki, sən nə bilim qeydiyyatı işləsən, girişi işləsən, homu işlə. Bu sadəcə bir nümunə idi. Bu sadəcə özünüzü sınamaq üçün bir nümunə idi. Sıfırdan yeni bir bank adı yaradacağıq, onun üçün nə bilim. Bir logoya ehtiyac yoxdur. Adi bank olsa nə bilim. Leo bank yox, başqa bir bank. Məsələn üçün bizə verdiyiniz tapşırıqda biz özümüz işləməliyik də, başqa yoldaşlar. Qrup şəklində işləyəcəksiniz. Bunlar nədir belə yoldaşlar? Bu sadəcə sizin hazırlıq mərhələmizdir. Bir əliniz öyrəşsin, gözünüz öyrəşsin. Gələn səfər biz bunu özümüz yığa bilərikmi? Əlbəttə yığacaqsınız. Yox, qrup şəklində yığacaqsınız. Baxın, indən böləcəyik, ChatGPT ilə bölək, yoxsa özümüz bölək? ChatGPT ilə bölək, yaxşı. 2 qrup olacaq da. Özümüz bölərik. Mən işi görəm bizi bölərsiniz. Mən bölmürəm, dostumuz bölür, süni intellekt bölür. Bölüm, yaxşı, özünüz bölmək, siz nə eləməsiniz? Niyə ki ayrı seçkiliyə Ayrı seçkiliyə yadınızda deyil, təzə başlayanda deyirsiniz, xanımlar böləklər, task versin. Mən bu screen rekordu dayandırım, bu YouTube'a gedəcək. Aha.
Elə olanlar. Bu arada kart, daha buradakı kart dizaynı var ya, kartların dizaynı. O belə istifadəçidə necə deyim, motivasiya olaraq fərqli yaradır. Məsələn, qızılı rənglər daha premium hissiyat verir, tünd rənglər daha premium hissiyat verir istifadəçiyə. Açıq rənglər, soft rənglər daha güvən və sərbəstlik verir istifadəçiyə. Bax, məsələn, o rəngləri də qeydə alın, nəzərə alın. Kapitalda kart yoxdur, kapitalda baxın. Bilirsən ki, orada nə var. Dörd rəqəmini yazırlar. Bir də bilmirəm, hansı proqramdaydı, ABB-də miydi, kapitalda mıydı? Kartın dijital olaraq rəngini falan dəyişdirə bilirdin özün. Apple Pay-də falan olur deyəsən. Apple Pay-də dizaynı dəyişə bilirsən. Proqramın özündə də görsənir. Yox, mən onu görməmişəm. Mən görmüşdüm, 10 sər baxıb deyirəm. Burada Leobankda elə şey oldu dediyi kimi. Amma Apple Pay-də görmüşəm. Apple Pay-də görmüşəm, amma proqramın özündə də görmüşəm. Leobankda var bu iş var. Bu tip dizaynları, dizayn istəsən dəyişə bilirsən, hansını istəsən. Məsələn, nə bilim, kosmonavt falan qoymuşam mən orada. Amma şeydə Necə baxın? Mən necə bunu qoymuşam? Nə, Azərbaycan bayrağı. Ha, belə. O nədir? O, kapitalda var o. Onu seçdim mən. Dostlar, bayaqçı danışdıqlarımızdan nümunə olaraq gedək də. Demişdik ki, istifadəçi nəyi görmək istəyir ilkin şəkildə? Balansını. Elədir. Balansını görmək istəyirsə, okey. Bura bir dənə kartımızın balansını yerləşdirəcək nə qədərdir. Və ola bilər ki, sən metroda və yaxud avtobusda və yaxud nə bilim ictimai bir yerdəsən və bank tətbiqinə girmək məcburiyyətindəsən. Bura bir dənə göz işarəsi qoyuruq ki, sənin kart nömrələrin və məbləğin balansın görünməsin. Yəni, bankda sən işlədiyin sistem puldan ibarətdir deyə, sən orada bacarıqlı o safety zone olmalıdır da, yəni güvənli olmalıdır. Yəni, sənin balansın görünməsin, kart nömrən görünməsin və İlahi xanım sağ olsun, CVV-yə qədər burada yerləşdirib ki, avtobusda yanımda oturan bir dənə şeyləsin. Bir şey deyəcəm, yanında göz işarəsi qoysa, istəyirsə bağlasın. Yəni, CVV olmasa, bunlar olmasa da olar. Kartın üzərinə klikləyəndə artıq orada məlumatları görə bilərsən. Məbləğin özü belə baxmaq. Məbləğ olsun. Kim hazırlayıb? Hazır götürmüşəm. Hazır götürmüşsən kartı. Hazır kart götürmüşəm. Ha, yox. Heç ona diqqət eləməmişəm ki, orada yəni, buradakı dizaynda yanlışlıq var. Bu kart görünə bilər. Hətta istəsəz buraları ulduzluyub son 8 rəqəmini və ya 4 rəqəmini göstərə bilərsiniz. CVV görünməməlidir. Göz işarəsi olmalıdır. Burada məbləğ olmalıdır. Nə CVV-si mən? Kartın CVV-si var, 3 rəqəmli kodu. O görünməməlidir. Çünki o normal halda yazılmır axı. Hə, normal halda yazılmamalıdır zaten. Kartın üzərinə klikləyəndə orada görünməlidir. Sonra, bu bacardığımız qədər yerlərimizi səmərəli istifadə eləməliyik. Burada biz nə etməliyik? Quick actionlar və yaxud burada cashback və ya EDV-ni göstərməliyik. Burada nə edirik biz? Bura cashback EDV-ni göstərdik. 2 dənə buton şəklində. Aşağısında quick actionlarımızı yerləşdiririk, şablonlarımızı və ya əvvələ ya da ki sona, əvvələ olsa daha yaxşı, plus işarəsi qoyuruq ki, sən burada şablon əlavə eləyəsən. Bura bir dənə plus işarəsi və davamıncı şablonlar çox istifadə elədik. Burada bizim top servislərdir. Bunu əvəzinə nə edirik biz? Tarixçə yerləşdiririk. Tarixçə aşağıda var, recent transactionlar. Bunu biraz yuxarı qaldırıb. Bu hissələri burada ödənişlərin daxilinə yerləşdiririk. Klikləyəndə bir səhifədə full bütün ödəniş, bütün nə bilim internetdir, kommunaldır falan, nə bilim bütün ödənişlərdə, nə bilim Bakı kartları, orada bütün ödənişləri buraya yerləşdirəcəyik. Və burada bizim kartlarımız var. Bu kartlar sağa doğru və ya sola doğru scroll da ola bilər, istəsəz əgər. Burada bütün klikləyib, bütün kartları da görə bilərsən. Burada okeydir. Taplarımızı da keçən dərs dediyimiz kimi vacib hissələr, ən vacibi mərkəzə yerləşdiririk. Soldan sağa doğru oca vaciblik azalır. Bu 3 dənəsi ən vacib, ən çox kliklənən hissələrdir. Bura köçürmə də qoya bilərik, ödəniş də qoya bilərik. Məsələn, burada biz plus da qoyub ABB-dəki kimi bütün hər şeyi onun daxilinə yerləşdirə bilərik. Leo'da da var. Leo'da da var. Hə, Leo'da deyirsən.
O qədər Leo eşitmişsiniz ki. Allah, Leo'dan kartda almışam, gəlib götürənməmişəm. Dəqiqə başa zəng eləyirlər. Bakın da alıb, heç baxmamışam. Çox tərləmdim o. Mən də çox güvən təhlükəsizliyi yerlərdən. Sən yaxşı xarici ölkədə olsan, silməyə ehtiyac yoxdur. Swiss bank tətbiqini orada şey edirsən. Hə. O başı bankda deyil. Sonra neyini? Bu nədir? Nədir? Bu. Görünür mü? Bu. Skan eləmək. Sən də biraz uzaq yerdə deyil. Məsələn, kapital onu bu hissəyə yerləşdirir. Kapital bunu ən ortaya yerləşdirir. Səbəb, amma o kart bankın maraqlarından da asılıdır. Çünki ABB QR kod və ya o tip ödənişləri eləmir. Məsələn, kapital Emonla əməkdaşdır deyə, hətta Emon kapitalını belə deyək. Orada QR kodla ödənişlər vacibdir deyə, hətta qısa yol olaraq belə qoyublar. ABB-də var, sadəcə profil şəklinə basanda gəlir. Orada ABB-də çox qəliz işləyir. Çox qəliz işləyir. ABB Pay-di nədir belə bir ABB QR-di nəsə belə bir adı var. QR kod ödəyə bilirsən. Hə, yox, amma kapital köçürmə edə bilirsən özünə. Bir də şeydir, nədir? Parking. Ola bilər. Hə, bax, düzdür. QR kodda parkingdə var. ƏDV-dir, Emon ödənişidir, parkingdir. Bunlar skanerlədir deyə. Orada şey eləyə bilirsən. Yəni skaner sənə çox lazım olur. Kapitalda belədir. Amma ABB-də lazım deyil deyə bura bir plus qoyub burada ödəniş köçürmələri eləyirsən. Belə. Sonra düşünək, başqa nə yerləşdirməliyik? Balansımızı görürük, sürəti keç. Bir də oyunlaşmalar olmalıdır dediyimiz kimi. O da yəqin ki, şəxsi kabinetə yerləşdirsək daha yaxşı olar. ABB-də hardadır? Burada belə bir bölmə var, sənin üçün deyə bir bölməsi var. Sənin üçün bölməsində... Bu deyir ki, 3 dənə suala cavab verir, ilk 300-ə gir və nə qədər... Öyle şey var. Çox yaxşı. Tədə gəlir. Girirsən, oynayırsan, gündə 3 dənə suala cavab verməlisən. Nə verirsən sonra? Çox şey. Hədiyyə verir. Telefonun üstünü şey. Başlayayım da mən. S5 idi mənə. ChatGPT-ni açım oradan sınavlayayım hamısını. Ondan ilk 300-ün 300-ə qədər olan adama da, bilmirəm, hansısa bir demək, coffee shopdan kofe verir. Gloria Gensə kofe verir. Onun da 100 min neçə xalın olmalıdır. Bu da deyim də. Nə qədər çıxdı? Amma məsələn, Emonda limonlar toplayaraq bir ara su verirdi. İnci verir, nəsə verir. Toplayana %100 bilmədim, bir ara girmədim. Yox, limon gedir. Amma çox yüksək olur. Yəni suallara baxa görə nə sual var? Qara get. Göstər də sənə deyirəm suallara. Hə, çoxdan. Mən hərbidən sonra gördüm. Mən onda görəndə həqiqətən dəli kimi, məsələn, hər ödəniş eləyəndə girib baxırdım, görürəm mən bürüncə çatdımmı, gümüşə çatdımmı falan. O dərəcə şeydir, mən manyaklaşmışdım. Hər ödəniş eləyəndə girib baxırdım, görürəm nə qədər qaldı. Baxırdım, məsələn üçün 20 manatlıq nəsə qalıb çatmağıma da. Məsələn, kimsə məsələn bizdə işdə falan uşaqlardan kimsə nəsə alın, dedim ki, məndən ödəniş elə. Mən sənə verim. Mən də nağdsız dövrəyə ki, nağdan alırdım ondan. Ödəniş eləyirdim ona. Dedim ki, məndən ödəniş elə. Mən sən mənə verərsən də. Mən bunu tamamlayım. Evdəki bütün kanalları mən ödəyirdim. Hə, bax elə. Çeklər falan bir nəfərdə toplanır. Onun kimi, həqiqətən o istifadəçinin tətbiqə girmə sayında, məsələn, istifadəçi nə edir? Girir tətbiqə balansına baxır, nə bilim, köçürməsini edir, çıxır da. Yəni, bank tətbiqi çox da aman-aman istifadə olunan deyil hər gün saatlarla, sosial media tətbiqi deyil. Amma oyunlaşdıraraq istifadəçiləri də ora cəlb edirlər. Və o, belə deyim də, nağdsız dövrəndə çox artırırlar o oyunlaşma ilə. Belə və istəyərəm ki, burada göz olsun, Face ID olsun və bəzi tətbiqlərdə görmüsünüzsə CVV kodunu görəndə açmaq istəyəndə Face ID istəyir səndən. Məsələn, bu CVV-ni kilidlidir və bullurludur. Onu açmaq istəyəndə Face ID olur. Barmaq izi Face ID olsun, şeydir, məncə var. Hansıda var idi. Bir də məncə burada olması gerəkən girəndə butonu olmalıdır. Biri köçürmə et butonu, biri də müdaxilə et. Köçürmə et, send money. Burada nə var? Pay bill, send money var. Üstündə onun SIM var.
Amma mən bir söz deyim. Olar ki, mən bunu sil başdan ingiliscə yox, Azərbaycanca yazdım. Çünki testingə gedəndə də dostlar Azərbaycanlılarla eləyəcək istər testi. Amma tək başıma işləyim. Niyə? İstəmirəm mən qrupa daxil olmaq. Niyə, nə olacaq? Yox, olmadı. Sadəcə tək başıma davam edirəm. Olmur. Çatdıracağım. Yox, lazım deyil. Dəqiqə mən bunu dayandıram. Özüm eləyim. Başladıq. Hüseyn deyir ki, mən işimi nümunə olaraq göstərin yoldaşlara. Mob. Mob. Üç qrup eləyəm. Dayan da İsmail. Qohum məndən olmaq istəmir. Qohum birazdan ümumiyyətlə olmayacaq. Qohum fərdi gəlir. Aha, hardan başlayırıq? Buradan. Bilirəm, buradan. Giriş qeydiyyata baxaq. Boşda axı, ağappaqlı giriş qeydiyyat. Bu ABB-nin sarı versiyasıdır. 60 çəkdi, mən ən birinci animasiya var. Biləm, splash screen-lə böyüyür belə, balacalaşır daha doğrusu. Aha. Yəni Spark proqramları çox sadə forma yapdı. Yalnız atırlar simaya ki, onlar olsa hər şey vardı onun içində. Asan imzanı təsdiq edir. Amma keçən səfər mənə demişdiniz. Yaşayın, amma çox yuxarıda deyil. Almaz. Necə? Yuxarıda deyil. Buton hə, biraz yuxarıda. Onu aşağı endirmək lazımdır. Gəldik bizim... O çox qısa, onunla yatdık. Çünki eləməmişdin. Evet. İndi düzəltmişəm. Bu işini düzəltmişəm. Buna baxaq, dalınca keçək Google Analytica. Onun gələn səfər keçmişəm. Yüklənməzsiz. Yüklənir. Yaxşı, bir dənə keçərəm, yüklənsəz, gələndə sinə keçərəm. Bəs yaxşı, biz bu hazırladığımız müddətdə kursa gələndə nə edəcəyik? Göstərəsiz də, əlbəttə mən göstərməzsiz də. Bu 2 həftəyə, gələn həftəyə o bir həftənin əvvəlinə bitirməlisiniz və okey olandan sonra gedəcəyik o biri dərsdə testingə. Bəli. Ayın 25-nə qədər bitirməlikdir. Bir dənə baxın. Ayın, bəli, 21-nə qədər, yox, hə. 24, 25-nə qədər bitirməlisiniz. 25 okey olsa, 28-i gedirik mola. Metro. Metro parkda ən uğursuz testingimizi eləyəcək. Orada heç kim olmuyor. Cidden az adam olur, orada yaşayırım. Adam gözləyəcək. Yeməyə gedib, bir də Özümüzə eləyəcək testingi. Mağazalar kimi ancaq olacaq. Demo istifadə elə. Aha, gəldik dostlar. Bu ümumi balansı göstərir. Mən 5 dənə kartım olsa, hamısında yox, onu demirəm. Bu əsas kartda elə, yəni daimi istifadə edən kartda ora şey yazın. Aha. Bax bunun yerini qaldır yuxarı. Bax bu hissəyə. Və kartlar, kreditlər. Bax bu var. Kartlar, kreditlər yuxarıda olsa əla olar. Əsas kartımı buradan çıxar. Burada bir də belə bir şey deyim ki, tətbiqlərinizə çalışın ki, istifadəçiyə yönəlik fərdiləşmələr elə. Məsələn üçün ABB-də görmüsünüz deyir Salam Rəhman falan belə bir tip. Bax o tip şeylər eləyin ki, biraz isti münasibəti olsun aramızda bank tətbiqinə. Hə. Teleqramda yazılar. İsmail bu gün necəsən? WhatsApp-a da gəlir ki, salam bu gün necəsən? Arada gəlir, mənə də gəlir, salam bu gün necəsən? Sənə miras qalıb. Maildən gəlir. Yerini çıxdı, buradan uzun hədiyyə verəcək. Hə. Qayğı yoxdur da. Bax bu hissə nə oldu, yoxa çıxdı? Daşını səhv etdik. Hə, ortadan vururuz ona görə. Hə. Bax bu hissə qalxır yuxarı. Burada bir dənə zınqrov işarəsi olur. Bildirişlər o qədər də vacib deyil. Qaldır bura, yuxarı. Bildirişə, yəni bu tapları işğal eləməsinə ehtiyac yoxdur. Göz işarəsi və burada zınqrov işarəsi oldu, əla. Bu investisiyanı sağa keçir. Bura bir dənə plus at ki, bütün ödənişləri, köçürmələri falan hamısını eləyə bilsinlər.
Bura, məsələn, bunu işləmirsən buranı. Bir dəfə heç ABB-ni yox. Hansı ABB-nin sarı versiyasını eləyib də. Kateqoriya, şablonlar. Şablonlar, okey. Şablonlar burada olmalı deyil, dəyərli dostumuz. Ödənişdə yerinə sonra şablon görsən mi? Şablonu buradan əlavə də eləyə bilirsən özün. Tutalım ki, sən elə deyirsən, ödəniş eləyib, sonra şablon kimi əlavə elə. Amma ekranda plus kimi şablonlar oldu, bir dənə plus qoysan əvvəlinə ki, plusa klikləyirsən, orada ödənişi seçirsən, hansı ödənişi. Bütün nömrələri yazırsan orada, nə bilim, sudu, qazı, nədirsə, və yaxud nömrədir, internetdirsə, orada ödənişin məbləğini yazırsan, şablon kimi qeyd edirsən. Hətta avto ödəniş də eləyə bilərsiniz. Məsəl üçün, mən avto ödənişə qoşmuşam. Bilirəm ki, hər ayın 8-i internetin vaxtıdır, özü ödəyir oradan avto ödəniş. Yəni, avto ödəniş hətta daha çox cashback verir avto ödənişdə. ABB-də. ABB-nin yaman reklamını elədim hemen. Deyirsin işlətməyəm. Bir də avto ödənişləri falan var qoymuşam ki, özü həll eləsin. Kapitala baxmamışım heç. Kapitalda yoxdur, amma yeni bankda var. Köçürmə, mədaxil bu nə? Mədaxil deyəndə nəyə nəzərdə tutursan? Şeydə kartın olan sayt olmaz. Necə artırırsan? Başqa banklarda. Bəs onun necə icazə verir sənə? Ya da webman ilə. Bu necə icazə verirsən? Bax, məsələn, tutalım ki, şeydir, ABB-dən kapitaldasan da tutalım ki. ABB kartından balans artıracaqsan. Ola bilər ki, sən təxmini bir dənə kart attın da, kart nömrəsi attın. Orada sənin CVC kodunu da yazmalısın. Yox, CVC kodunu yazmırsan. Şey yazırsan, kartın nömrəsini yazırsan, ora OTP kodu gəlir. OTP kodunu qeyd eləyəndə ya da ki, bank tətbiqinə bildiriş gəlir. Orada qəbul eləsən şey olur. Məsələn, o Köçür pul. telefonda hesabı açanda deyirik, o birisi telefonda evet ya da hayra bas. Yəni, O tip bir şey ola bilər, hə. Yəni, bu mənə görə çox da şey deyil. Mühüm bir şey deyil. Bir sualım. Bəli. Bütün bunları, yəni Home'un funksiyasını ya da nə olacaq daxilində anlaya bilməkdən ötürü öncədən flowchart hazırlamalı deyildik. User flow. Hazırlayacaqsın. Ona hazır qalmışıq da. Şəxsən mən özümə başlamışam. Onda nələr əlavə eləməliyəmsə, onu öncə bir flowda hazırlamalıyıq. Çıxışdan düşünməliyik, sonra bunları qurmalıyıq. Kör-körənə finansiya baxımcılıqla baxmalıyıq. Yox, elə yox. Elə yox. Bax, biz keçən dərs danışanda bizim tətbiq üçün vaxtımız az qaldı danışmaq üçün. Mən dedim ki, çox az qaldı. Dedim ki, bəs ümumi bir dənə yolunu itirmişdim, bilmirdim necə davam etmək lazım. Ümumi bir dənə, zaten bütün işlərdə mütləq şəkildə bir dənə orada flow hazırlamalısan ki, necə davam edəcəksən. Onu da inşallah komanda şəkli. Mən dedim ki, yəni gələn dərs oturub ətraflı danışacağıq bu tətbiq haqqında. Necə? Brainstorm. Komanda şəklində zaten bunu eləyəcəksiniz və o addımlara uyğun da, məsəl üçün birinci nəyə eləyəcəyik, Home'da nələri yığacağıq, hətta wireframe belə yığsaq sizə daha çox kömək olacaq. Bəs bir sual daha, bu flow'u yaratmaqdan ötürü öncə biz persona araşdırma eləyəcəksiniz mütləq şəkildə. Onları eləmədən bu necə eləyəcək? Yox, mən qrupları böldük, gələn dərsə önce başlayırsınız. Yəni sabahdan da başa bilərdik. Yəni gələn dərsə qədər başlayırsınız da. Yəni başlayırsınız sıfırdan komanda. Bunu yığaq, şəxsi olaraq biz yığaq. Yox, şəxsi olaraq yığmırsınız. Yəni, məsəl üçün mən özüm hazırlamamışam, bilməmişəm ki, bunu bilirsiniz. Mən sizə yazdım. Ya, belə bir şey deyim də, mən bunu mütləq şəkildə mənə şey gətirməlisiniz, bank tətbiqi gətirməlisiniz. Biz dedik ki, bank tətbiqi seçəcəyik. İlkin olaraq siz özünüz üçün hazırlayın, amma biz gələn dərs bunu ətraflı danışacağıq. Heç demək olar ki, bank tətbiqi haqqında keçən dərs danışmadı. Ümumi bir dənə verdim ki, öz anlayışlarınızla nəsə hazırlayasınız. İndi məcbur deyil də, yəni hazırlamaq. Yox, bundan sonra məcburdur ki, komanda şəklində. Böləcəksiniz işlərinizi, kim hardan başlayacaq, öz planınızı quracaqsınız, sxeminizi quracaqsınız, tətbiq istifadə eləyəcəksiniz. Və məsəl üçün mən o biri qrupa iş vermişəm, website vermişəm. Amma görürəm ki, məsəl üçün onlar da Behance-dan falan baxıb gəlmək istəyirlər. Getdiyə şey, rekord gedir. Onlar da Behance-a falan baxıb gəlmək istəyirlər. Məsələn, onlara mən mütləq şəkildə dedim ki, şeydir, səhiyyəyə aid idi və səhiyyənin hərəsinə bir qoldur. Məsələn, birinə göz vermişəm, birinə nə bilim
pediatr vermişəm falan, travmatologiya falan. Bölmüşəm də. O proqram baxmaq istəyirəm. Proqram deyil, saytdır. Amma onların qabağına şərt qoymuşam ki, mütləq şəkildə məsələn göz həkimi göz seçmisənsə, sən göz həkimi ilə danışmalısan, müsahibə eləməlisən, mütləq şəkildə. Və araşdırma eləməlisən, personu yığmalısan, mütləq şəkildə. Sizdə də elə olacaq. Məsələn, İlahi xanım dedi də, deyir ki, bəs biz bunu işləyiriksə, biz özümüzə bir flow yığmalıyıq ki, biz nə yerləşdirəcəyik. Mən hətta dedim ki, biz yolun ortasında, heç yolun ortasında yox, 10%-ində işimiz qalır. Demək olar ki, bir aya ancaq iş. Çünki sən necə hər dəfə gərək silib təzədən düzəltsən, Mən deyim ki, yəni wireframe belə düzəltsəz, o belə sizə kömək ola bilər ki, bir var dizayn üzərində dəyişikləyəcək. Wireframe-də flowchart əsasında yığmalıyıq. Əlbəttə, birinci bütün sxeminizi yığacaqsınız ki, komanda şəklində kim nə edəcək, araşdırmalarınızı eləyəcəksiniz, işlərinizi böləcəksiniz, nə eləşəcək. Məncə, hə. Niyə 3 nəfər işdir? Niyə 3? Yox, mən baxırsınız nə qədər işləyirsiniz də. Baxın şimdi, indi məsəl üçün yoldaşlarımızın bəzisi işləyir, düzdür, o tam zamanlı işləyir. Onlar oxuyur. Onlar tam, məsəl üçün mən ona mesaj atdım, tutam, o mənə 3 saat, 5 saat sonra döndü, o arada itən məsafə. Deməli, 24 saat bu işlə məşğul. İstəyirsiniz qayda qeyd edin. Yəni, 25